C1-ə, S-ə, C2-yə, bəzən isə bizdə C0 deyə bir hadisə müşahidə olunur. Məsələn, bədənimizdə olan neyronlar, göz bölürü və ürək əzələləri kimi hüceyrələr bölünmə qabiliyyətini itirərək C0 fazasında qalır. Yəni, bunlar həyatı boyunca bölünmür. Yəni, məsələn, bir dənə neyron hansısa bir neyronla, hansısa bir əzələ ilə birləşib, əgər bu neyron ölsə, bu yenə də çoxalma keçirmir. Deməli, C1 mərhələsi bölünmə və qərar. Birinci, burada kütləvi bölünmə olur. Xromosom vəziyyəti və bölünmə faktoru konservativ yolla öz sürəsini yaradır. Nəticədə DNT miqdarı 2 qat artır, lakin xromosom sayı dəyişmir. Bunu yadımızda saxlamaq lazımdır. Sonra sentrozomun ikiləşməsi. Məsələn, bu bir hüceyrədir və bunda hüceyrə mərkəzi var, tutaq ki. Və bu S mərhələsində bu ikiləşir və qütblərə gedir. Niyə? Çünki sonradan bu nüvənin içində olan, belə deyək, xromosomları, xromatidləri öz qütblərindən çəksinlər deyə. Sonra burada histon sintezi olur. Epigenetika mövzusundan bilirik ki, histonlar belə bir bana deyək, bənzər bir şeylərdir ki, bunların ətrafında DNT molekulları bölünür və biz bunları açmaq üçün bunu asetilləşdiririk, yaxud bir qrup metil əlavə edirik, yaxud asetilləşdirəndə bu açılır, yaxud metilləşdiririk. 2 yaxud 3 qrup metil əlavə edəndə bu bizim informasiyamız neynir? Bağlanır bu histon ətrafında. DNT-ni bükmək üçün lazım olan histon zılanlarının parçasıdır. Ən öndə də bayaq danışdığımız interfaza var. Deməli, başlayıram mitozdan. Mitozda, profazada bir hüceyrədə xromosomlar qanunlaşdırır və necə bu, məsələn də deyirik ki, bu sentrozomlar necə xromatidləri özünə çəkir? Axı, bu xromatidlər nüvənin içində idi. Profaza mərhələsində bu nüvə yavaş-yavaş başlayır parçalanmağa. Bu parçalananda da xromatidlər belə sərbəst sitoplazmada üzür. Metafaza, mitozun metafazasında xromosomlar sanki gəlirlər ortada və həqiqətən ekvator üzərində düzülürlər. Burada isə 2 dənə sentrozom olur, çünki bu ikiləşmişdir. Və buna biz bu şeylərin düzülüşünü nə adlandırırdıq? Metafaza lövhəciyi. Deməli, bu xromosom ən aydın görüldüyü mərhələdir. Yəni, məsələn, alimlər xromosomları kəşf edəndə çalışırlar metafaza mərhələsindən kəşf eləmək. Yəni, alimlərə daha rahatdır. Nəinki, məsələn, telefazada, yaxud interfazada bunları kəşf eləmək. Anafazada isə biz bu dediyimiz, bunlara birləşirlər. Deməli, bu sentrozomlar başlayırlar bunları öz qütblərinə dartmağa və burada gördüyümüz kimi mikrotubullər, yəni vətərlər qısalaşırlar. Sonra telefaza və sitokinezdə vəziyyəti mən həmişə belə çəkirəm, bu telefazanın sitokinez vəziyyətini. Burada hərəsində deməli xromatidlər hər tərəfdə olur və buradan yavaş-yavaş başlayır o hüceyrə ayrılmağa və özünün öz hüceyrə divarını yaratmağa. Buna sitokinez deyilir. Həmçinin bu başlayır bu xromatidlər ətrafında nüvə yaratmağa. Deməli, sonucumuz oldu ki, mitozda diploid xromosom dəstinə sahib olan həm diploid yarada bilər, həm də haploid xromosom dəstinə sahib olan haploid yarada bilər. Çünki burada genetik informasiya dəyişmir, tamamən eyni olur və bir hüceyrəyə tamamən identikal ikinci hüceyrə əmələ gəlir.
Sonra keçsək meyoza. Meyoz mitozdan fərqlənərək daha biraz mürəkkəbdir və meyoz 1 və meyoz 2-dən təşkil olunub. Bayaq dediyimiz kimi meyoz 2-də S mərhələsi müşahidə olunmurdu, amma meyoz 1-də olurdu. Deməli, başlayırıq meyoz 1-dən. Meyozda hüceyrənin həyatının 90%-ni hüceyrə meyozun profaza mərhələsində keçirir. Bu profaza mərhələsi bölünür leptotena, zigotena, pachytena, diplotena və diakinez. Deməli, ilk öncə leptotena burada necə olur? Leptotenada xromosomlar incə saplar şəklində görünməyə başlayırlar. Nüvənin içində incə saplar şəklində görünməyə başlayırlar. İndi biz iki dənə xromosom bir-birinə yaxınlaşırlar və sanki qucaqlaşırlar. Bunlar, məsələn, bu bir tetrad adlanır. Burada crossing over hadisəsi müşahidə olunur. Bu necə olur? İki dənə xromosom bir-birinə quyruqlarını birləşdirirlər və burada gen mübadiləsi keçirirlər. Bu gen mübadiləsi keçirdiyi yerdə xiyazma adlanır. Deməli, bu xiyazma crossing over'da gen mübadiləsi olan yerdir. Sonra diplotena mərhələsində bu xromosomlar yavaş-yavaş başlayırlar bir-birindən aralaşmağa. Diakinezdə bunların lap aralaşırlar bir-birinə, fazanın 90%-ni təşkil edilməsi və s. C1 siklinləri, S siklinləri və M siklinləri hər mərhələdə növbə ilə aktivləşərək növbəti mərhələyə keçid üçün siqnallar edir. Siklin asılı kinazalar, bu zulalar mühərrik kimi müvafiq şəkildə birləşir və siklin SDK kompleksi hüceyrəyə növbəti mərhələyə keçid edən fermentlərdə bilirik ki, sanki bunlar da düzəlticidirlər. Məsələn, DNT-nin zədələnməsi problem varsa, sikli tamamən dayandırır. Sanki zəlzələ olanda yolu bağlayırlar. Onu düzəldənə qədər ayrı yoldan deyirlər ki, keçsinlər. Sonra checkpoint keçid məntəqələrinin texniki detalları. Məsələn, C1 checkpoint məhdudiyyət nöqtəsi ən kritik nöqtədir. Burada hüceyrənin ölçüsü nötriyələrin mövcudluğunu və DNT-nin tamlığını yoxlayır. Əgər hüceyrə buradan keçirsə, artıq geri qayıda bilməz. Əsas nəzəriyyəti Rebrezilaldır. Sonra C2 checkpointda DNT zədələnərsə, P50 züvalı sikli dayandırır və təmin mexanizmini işə salır. Bir də ilk telləri checkpoint metafazanın anafaza keçid zamanı xromosomların ilk tellərinə düzgün bağlanması yoxlanır və bərabər paylanmasını təmin edir və aneuploidiyanin xromosom sayına anormallıqlar qarşısını alır. Burada da xromosom və DNT dinamikasını, yəni burada cədvəllər verir, xromosom və xromatin sayı necə olur. Və son olaraq patologiya, xərçəng və hüceyrə ölümü. Hüceyrə siklinin normal tənzimlənməsi, pozulmalar ciddi xəstəliklərə, xüsusən də xərçəngə səbəb ola bilər. Xərçəngin mahiyyəti. Xərçəng hüceyrələrə sosial deyil, yəni ətraf mühitdən gələn siqnallara məhəl qoymaqdan nəzarətsiz şəkildə bölünürlər. Bu, şişlərin ya da başqa bir, məsələn, bədəndə anormallıqların yaranmasına səbəb olur. Proqramlaşdırılmış hüceyrə olunur. Bunu əvvəlki siniflərdən də bildik. Əgər hüceyrənin DNT-si düzəlməz dərəcədə zədələnibsə, onda intihar əmri verilir. Yəni, xərçəng hüceyrələri bu proqramlaşdırılmış ölümdən qaçmağı bacarır. Bir də telomer və xərçəng hər bölümdə xromosomların ucları telomerlər qısalır. Bu da hüceyrənin qocalmasına səbəb olur. Xərçəng hüceyrələrində telomeraza fermenti bu ucları bərpa edərək onları ölümsüz edir. Bu da onların sonsuz bölünməsinə imkan verir. Allah. Bəli. Populyasiya ekologiyası.
Populyasiya ekologiyası və dinamikası eyni növə aid canlı qruplarının sayca necə dəyişdiyini və bu dəyişikliyin nələrin səbəb olduğunu öyrənən elmdir. Hər hansı bir populyasiyanı tanımaq üçün üç göstəriciyə baxılır. Say və sıxlıq. Hazırda nə ki fərq var? Məsələn, hal-hazırda Qobustanda 500 ceyran var. Yayılma forması. Fərdlər ərazidə necə yayılıb? Topa-topa, bərabər, dağınıq və s. Yaş və cins tərkibi. Yaşlar necədir? Neçə gənc var? Neçə dişi var? Neçə erkək var? Neçəsi yaşlıdır və s. Dəyişməni tapmaq üçün bu düsturdan istifadə edə bilərik. Doğum üstəgəl immiqrasiya, çıxılsın ölüm üstəgəl emmiqrasiya. İmmiqrasiya populyasiyaya daxil olan fərdlərin sayıdır. Məsələn, deyək bir canavar sürüsü, həmin canavar sürüsündə yeni doğulan balalar və yaxud canavar sürüsünə sonradan qatılan fərdlər, bura immiqrasiya edən fərdlər adlanır. Emiqrasiya isə qrupdan ayrılanlar deməkdir. Məsələn, canavarlardan bəziləri qaydaları pozub qrupdan qovulublar və yaxud bəziləri digər canavar sürüsü ilə savaşda ölüblər. Bu da emiqrasiya adlanır. Bu düsturda əgər sol tərəf böyüksə, populyasiya böyüyür. Sağ tərəf daha böyüksə, populyasiya kiçilir. Bərabərdirsə, populyasiya sabit qalır. Canlılar təbiətdə sonsuz sayda çoxala bilər. Məsələn, bir milçək kütü bir ildə eksponensial artım. Eksponensial artım populyasiyanın sayı üçün mane olmadıqda, fərdlərin sayının sürətlə artması prosesidir. Biologiyada buna bəzən biotik potensial da deyilir. Bu artım mütəmadi və tez-tez rast gələn bir şey deyil. Həm də rast gəlirsə də qısa müddətli olur. Rəqabət olmadıqda, qida bol olduqda, ərazi geniş olduqda və ya düşmənlər olmadıqda heyvanların sayı bu cür arta bilir. Bu prosesi insanlar da edə bilirlər, yəni süni şəkildə də baş verə bilər və yaxud insanlar səbəb də ola bilər. Məsələn, bir örnək verim. Bu gördüyünüz şəkildəki bala bir albatrosdur. Şəkil 2024-cü ilin iyulunda Cənubi Afrikaya məxsus Marion adasında çəkilmişdir. Şəkildəki albatrosun ölümünə səbəb isə siçanlardır. Belə ki, siçanlar bu adaya məxsus deyillər, yəni bu adanın yerlisi deyillər. Onlar coğrafi kəşflər dövründə bura gələn insanların gəmilərindən bura adaya köç edən siçanlardır. Siçanlar adaya gələndə burada onları yeyə biləcək heç bir düşmənin olmadığına görə rahatca çoxalmağa başladılar. Həmçinin qida da bol olduğu üçün bunlar eksponensial artım yaşadılar. Onlar daha çox gecə vaxtı balla quşlar yuxuda olarkən gəlib onlar diri-diri parçalayıb yeyirlər. Bunun kimi bir çox şəkillər və faktlar var. Mən isə onlardan birini daha göstərmək istəyirəm. Artmasıyla da bir çox vəhşi heyvanların da sayı artmağa başlamışdı. Tülkülər, porsuqlar, ayılar, qartallar, qarğalar, quzğunlar və s. Ağaçların boyu daha da uzandığı üçün ağbaş qartallar və quzğunlar, qarğalar və s. ağaçların üst budaqlarını yuva qurmağa başladılar. Bu da onların saylarının artmasına səbəb oldu. Həmçinin o qartallar, çaylar artıq daha da dərinləşdiyi üçün ora balıqlar köç eləməyə başladı və bu da ağbaş qartallar üçün əsas qida idi. Buna görə də qartalların sayı da artdı. Digər qarğalar və quzğunlar da canavarlardan qalan qidaları yeməyə başladılar. Ağaçların sayı artdığı üçün qunduzların da sayı artdı və qunduzlar çay yatan saydı, zamandır, evdə artı əmsaldır. Yəni, fərdlərin sayını zamana böləndə sayın artıb, orada artı əmsalını alırıq. Logistik artım. Logistik artım populyasiyanın artım sürətinin ətraf mühitdəki resursların məhdudluğu səbəbindən yavaşlaması və sonunda sabitləşməsi modelidir. Təbiətdə eksponensial artım J şəkildə olur və sonsuza qədər davam edə bilməz. Çünki qida, məkan və digər resurslar məhduddur. Logistik artımın əsas mərhələləri ilkin mərhələ, yəni lag mərhələ. Populyasiya yeni mühitlə uyğunlaşır, say yavaş artır. Sürətli artım mərhələsi. Resurslar hələ kifayət qədər olduğu üçün artım tempi yüksəlir. Məsələn, bayaqki maral misalında öncə marallar sayı az idi, mühitə uyğunlaşmağa başladılar. Sonra resurslar kifayət qədər olduğu üçün artım tempi yüksəldi. Həmçinin düşmənlər də yox idi deyə rahatca çoxalmağa başladılar. Yavaşlama mərhələsi. Say artdıqca fərdlər arasında rəqabət güclənir, resurslar azalır və artım sürəti aşağı düşür. Stasionlar, yəni sabit mərhələ, populyasiya mühit tutumu səviyyəsinə çatır və say stabilləşir. Bu dəfə də logistik artımın düsturunu göstərmişəm. Burada da N populyasiya fərd sayıdır, T də zaman idi. Yəni N-i T-yə böləndə alınan şey
eni T'yə bölürük. Orada bərabər olur. Populyasiyadakı fərdlərin sayı vurulsun mühitin müqaviməti. Qida resursları ən əsas biotik amillərdir. Qida boldursa artım eksponensial ola bilər. Qida azaldıqca artım logistik formaya keçir. Yırtıcılıq. Populyasiyada fərd sayı artdıqca yırtıcıların diqqəti həmin qrupa yönəlir. Yırtıcılar sayı tənzimləri partlayış şəkilli artımın qarşısını alır. Və yaxşı maral misalı məsələn. Növ daxili və növlər arası rəqabət. Fərdlər eyni qida, yuva və həyat yoldaşı üçün mübarizə aparır. Sıxlıq artdıqca rəqabət kəskinləşir və logistik qrafikdəki yavaşlama mərhələsi başlayır. Məsələn, fərdlər qida, yuva və həyat yoldaşı üçün mübarizə aparır deyə həyat yoldaşı misalı çəkəcəm. Məsələn, tovuz quşu. Tovuz quşular həyat yoldaşı üçün bir-birləri ilə mübarizə aparırlar. Bu döyüş olmasa belə onlar daha dişilər cəlb etmək üçün daha gözəl rəqslər edirlər və daha parlaq rənglərə bürünürlər. Bu da ətrafdakı ovçuların diqqətini cəlb edir və onlar ölmələrinə və sair səbəb ola bilir. Və yaxud ceyranların, antilopların bir-birləri ilə davaları. Bəzi mövsümlərdə olur ki, marallar, ceyranlar, antiloplar və s. bir-birləri ilə davalar edirlər. Yəni bir-birləri bəziləri başda oyun kimi olur. Sonradan artıq bu qızğın mübarizəyə keçir. Qalib gələnlər dişlərinin yanına aparırlar özlərini və dişilərdən cütləşmə haqqı qazanır. Lakin bəzən bu dənələrin bir-birləri simbiotik əlaqəsi. Ağaclardakı qurtları yeyir, həm özləri qidalanırlar, həm də ağaclar sağlam yaşayırlar və rahat çoxala bilirlər. Və yaxud ağaclarla göbələklər mikoriza əmələ gətirirlər. Bu da bir-birlərini qida sürə bilirlər. Və yaxud insan ilə bağırsaq çöpü bakteriyası, həm bağırsaq çöpü bakteriyası qidalanır, həm də insanın həzminə kömək edir. Onlar çox vaxt populyasiya sıxlığından asılı olmayaraq təsir edirlər. İqlim və temperatur. Hər bir növün yaşaya biləcəyi optimal temperatur var. Məsələn, qəfil şaxta və həddindən artıq isti populyasiyanın böyük hissəsini məhv edərək cüzi şəkildə artımını kəskin şəkildə aşağı sala bilər. Su və rütubət, xüsusilə bitki və mikroorqanizm populyasiyaları üçün kritikdir. Su çatışmazlığı artımın əyrisini dərhal aşağı salır. İşıq, bitki populyasiyaları üçün fotosintez mənbəyidir. İşığın azlığı mühit tutumunu aşağı salır, yəni ərazi daha az canlıya ev sahibliyi edə bilir. Molekullar olan DNT və RNT-nin heyrətamiz dünyasına xoş gəlmisiniz. Bu təqdimatda onların strukturunu, funksiyalarını və həyat üçün əhəmiyyətini araşdıracağıq. Nuklein turşuları nədir? Nuklein turşuları zülallarla birlikdə hüceyrə funksiyalarını mərkəzi idarə edicilərdir. Onlar genetik məlumatların saxlanılması, ötürülməsi, zülal sintezinin təmin olunması və hüceyrənin metabolik fəaliyyətlərini tənzimləməsində həlledici rol oynayır. DNT-nin açılışı dezoksiribonuklein turşusu, RNT-nin də ribonuklein turşusu açılışları DNT həyatın genetik kitabxanasıdır. DNT hüceyrəsinin genetik kitabçası kimi fəaliyyət göstərərək bütün orqanizmlərin irsi məlumatlarını etibar edir. Onun iki qat spiral strukturu genetik kodun sabitliyini və dəqiq köçürülməsini təmin edir. DNT-nin strukturu iki zəncirdən ibarət iki qat spiral, nukleotidləri fosfat qrupu, dezoksiriboz şəkəri və azotlu bazalar, adenin, timin, guanin, sitozin. Bu azotlu bazaların da cütləşmə qaydası adeninlə timin, guaninlə də sitozin formasındadır. Bu da Watson-Crick qaydasıdır. Həmçinin adenin və timinin, DNT-dəki adenin və timin cəmi, guanin və sitozin cəminə həmişə bərabər olur. DNT-nin əsas funksiyaları. DNT hüceyrənin həyatında bir neçə kritik rolu yerinə yetirir. Genetik məlumatın saxlanılması, bütün canlılar orqanizmlərin inkişafı və fəaliyyəti üçün lazım olan irsi məlumatı özündə saxlayır. Məlumatın hüceyrədəki bütün DNT-ləri açıb düz xətt şəklinə qoysaq, uzunluğu təxminən 2 metrə yaxın olar. DNT yalnız nüvədə deyil, həm də mitoxondriyada yerləşir. mtDNT, hansı ki anadan uşağa ötürülür bu xüsusiyyət və DNT molekulu çox dayanıqlıdır və minlərlə il ərzində öz formasını qoruya bilir. Bu da məsələn qədim qalıqlardan bu görmək olar ki, DNT öz yapısını qoruyur. DNT, RNT genetik məlumatın tərcüməsidir. RNT DNT-dən fərqli olaraq tək zəncirli bir quruluşa malikdir və əsas rolu zülal sintezini təmin etməkdir. O, DNT-dəki genetik məlumatı oxuyaraq zülallara çevrilmə prosesində iştirak edir.
strukturu tək zəncirli nukleotidlərdən ibarətdir. Şəkəri riboz şəkəridir və azotlu bazalar var. Bunda da DNT-dəki kimi adenin, urasil, guanin, sitozin. Ribosomların əsas komponentidir və zula sintezini kataliz edir. tRNT və yaxud transfer RNT-si amin turşularını ribosoma daşıyır və zula sintezində iştirak edir. Son olaraq da SNRNT və miRNT gen ifadəsini tənzimləyir və zula sistemindəki səhvləri düzəldir. RNT haqqında bəzi maraqlı faktlar. Bəzi viruslarda, məsələn, grip və COVID-19 genetik, məsələn, grip və COVID-19 genetik material yalnız RNT-dən ibarətdir. DNT-ləri olmur. RNT-nin ömrü çox qısadır. Bir neçə dəqiqədən bir neçə saata qədər dəyişir. Bu da onun dinamik rolunu əks etdirir. RNT dünyası hipotezinə görə DNT-dən əvvəl həyatın başlanğıcında əsas genetik molekul ola bilərdi. Bəzi RNT molekulları katalitik xüsusiyyətlərə malikdir və ribozimlər adlanır. Bu da onların zulalara bənzər funksiyaları yerinə yetirə biləcəyini göstərir. Bu da cəzbə şəkli DNT və RNT arasında əsas fərqlər. Zənciri DNT-də 2 qat spiraldır, RNT-də tək zəncirli şəkəri, DNT-də dezoksiriboz, RNT-də riboz. Bazıları DNT-də adenin, timin, guanin, sitozin, RNT-də adenin, urasil, guanin, sitozindir. DNT-də funksiya genetik məlumatların saxlanılması, RNT-də məlumatların tərcüməsi, zula sintezi, ötürülməsi sair bunlar. DNT-nin ömrü sabit və uzun ömürlüdür. RNT-dən fərqli olaraq RNT-də qısa ömürlü və dinamikdir. DNT-nin yeri nüvə və mitoxondriyada yerləşə bilər. RNT isə nüvə və yaxud sitoplazmada. DNT-də sabitlik yüksək, RNT-də isə daha az sabit və tez degradasiya oluna bilən yapıya malikdir. Hüseyin, sonda orada bazılar, yəni əsaslardır da, nuklein turşularında olan azotlu əsaslar. Nuklein turşularının gələcəyi. Nuklein turşular haqqında öyrəndiklərimiz hələ ki icebergin görünən hissəsidir. Genetik tədqiqatlar davam etdikcə onların sirləri açılır və insan sağlamlığı, təkamülü və həyatın mənşəyi haqqında biliklərimiz genişlənir. Telomerlər xromosomların uzlarındakı bu qoruyucu strukturlar hüceyrə yaşlanmasını idarə edir və uzunömürlülük tədqiqatlarının mərkəzindədir. CRISPR texnologiyası RNT-də istifadə edərək DNT-də dəqiq dəyişikliklər edə bilən bu inqilabi texnologiya genetik xəstəliklər müalicəsində böyük ümidlər vəd edir və Junk DNT bir vaxtlar funksiyası sayılan DNT hissələrinin gen ifadəsinin tənzimləməsində kritik rol olduğu aşkar edilmişdir.